Ən yaxşı kombi hansıdır? İndi bugünkü gündə ustaların ən çox paylaşdığı mövzular və ən çox video roliklər çəkilən videolardan biri budur ki, ən yaxşı kombi hansıdır? X firma yaxşıdır, yoxsa A firması yaxşıdır, yoxsa B firması yaxşıdır, yoxsa C firması? Bugünkü gündə bazarda həddindən çox tələbatı olan kombi ən çox istehsal edən ölkələrdən biri də Çin istehsalı olan kombilərdir. Bugünkü gündə bir Çin istehsal etdiyi kombi heç bir halda İtalyanın istehsal etdiyi kombidən güclü ola bilməz. Amma İtalyan kombilərini götürüb, Çin kombiləri ilə müqayisə edib və deyirlər ki, hətta bu X firması İtalyanın, misal deyirəm, İtalyan firmaların adlarını çəkəcəyəm. Italtermdən, Baxi-dən yaxşıdır və yaxud Imergazdan yaxşıdır və yaxud Aristonundan yaxşıdır. Xeyr, əzizlərim, heç bir şəkildə Çin kombilərinin bugünkü gündə bazarda Baxi kombisindən yaxşı ola bilməz və yaxud Italtermdən yaxşı ola bilməz və yaxud Imergazdan yaxşı ola bilməz. Amma bir şey var ki, qiymət məsələsi vardır. Əgər təbii ki, 24'lük bir Çin istehsalının ən yaxşı keyfiyyətli kombisi 950 manatdırsa, İtalyan istehsal etdiyi Baxi kombisinin qiyməti isə 1300 manat, 1400 manatdır. Bu qiymət müqayisə etdikdə, əlbəttə ki, məsələn, o Çin istehsalı olan, Çinin ən yaxşı firmalarından biri olan o kombilər təbii ki, məsləhətdir. Amma bir şərt ilə ki, içinin ölçüləri standart olmalıdır. İçinin ölçüləri, dövriyyə nasosu, ana şenjoru, farsunkaların sayı, fanın gücü standart olmalıdır. Yəni buna diqqət etmək lazımdır. Bu videoları çəkirlər, amma açıqlama vermirlər. Sadəcə bir çoxu da ki, o şirkətlərlə işləyirmi, nədir deyə elə ancaq o bir firmanı tərifləyirlər. Yanlış fikirdir. Əgər bugünkü gündə və dünyada ən güclü kombilər İtalyan kombiləri, Alman kombiləridir. Viesman kombisindən necə üstün ola bilər? O Çinin ən yaxşı kombisi olsun və yaxud nəyə olsun? Heç bir imkanı yoxdur da. Ya Viesmandan, ya Vailnantdan, ya Baxi-dən güclü olsun. Yəni. Amma adamlar elə bir reklamını aparırlar ki, bu ondan yaxşıdır, bu İtalyanın kombisi heç bir şeymiş. Adamların tarixçəsi, kökü gedir kombini istehsal edən şeyə dayanır da, tarixçəyə dayanır. Wikipediası vardı. Yəni o adların çəkdiyim Viesman olsun, Vaillant olsun, ilk dəfə kombini istehsal edən Jones Vaillant olubdur. Yəni Baxi-ni, Italtermi, Unikalı olsun, Aristonu olsun, Imergazı olsun. Yəni və yaxşı sizin o dediyiniz, saydığınız firmaları varmı tarixçəsi? Heç bir rəsmi nümayəndəsi varmı? Yoxdur. Mən də satıram. Baxın, burada Çin kombisi də vardı, Türk kombisi də var, İtalyan kombisi də var. Amma qiymətləri olaraq müqayisə edirəm. Deyirəm, əgər sizin büdcəniz bu qədərdirsə, 1500 manat, 1400 manat verməyinizə ehtiyac yoxdur. Bu, o keyfiyyətə yaxın kombidir. Rahat da işlədərsiniz. Təbii ki, 10 dənə İtalyan firması